2 dənə şey oxuyub, gəlib illərlə əziyyət çəkib elm öyrənən şəxsə durub irad tutursan. Danışarkən insanın oturuşu nə qədər savadlı olmasına və rahat danışmasına dəlalət edir. Əvvəl rahat otur, sonra danış. Get Quran oxu. Dedikləri orada əks olur. Dahilərin əksəriyyəti Allahın varlığını qəbul edib. Vəssalam. Özünüzə az təsəlli verin. Oxuyun da, çıxaq gedək onda. Salam dostlar. Bugün Müşfiq Ötkünlə bağlı çəkdiyim videoya TikTok səhifəsində gələn cavablara, şərhlərə fikir bildirəcəyik, bir yerdə oxuyub, bir yerdə analiz edəcəyik. Gülməli şərhlərə, gülməli cavablar, ciddi şərhlərə ciddi cavablar verəcəm. Elə isə vaxt itirmədən başlayaq. Gəlin görək Müşfiq bəylə bağlı videoya nə şərhlər gəlib. Biraz tarix araşdırıb müsəlman elm xadimlərini və alimlərini tanımaq yaxşı olardı. Ümumiyyətlə, müsəlman elm xadimi deyəndə tam olaraq nə nəzərdə tutulur? Yəni, misal üçün, xristian elm xadimi və yaxud da astrologiya elm xadimi deyilən bir anlayış mövcud deyil axı. Yəni, bir insanın, bir şəxsin bir elmlə məşğul olması onun inancı ilə əlaqəli deyil. Bəli, mən videoda bunu inkar eləməmişəm. Yəni, videoda çəkilən Newton, Hegel, Platon, bunlar inanclı şəxslər olublar, amma mənim çəkdiyim videoda bir şəxsin inancının onun elmi ilə əlaqəsi olmadığını bildirmişəm. Amma bir istisna olaraq da vurğulamışam ki, kainatın yaranması və canlıların yaranması ilə bağlı hissələrdə müsəlman və yaxud da digər dinlərin izahları ilə günümüzdəki elmin izahları üst-üstə düşmür. Müşfiq bəyin dediyini sən başa düşməzsən. Əsl din heç vaxt elmə maneə törətməyib. Dostlar, bu 14 əsrdəki əsl din, əsl İslam, yəni hələ də müsəlmanlar arasında əsl İslamın nə olduğu ortaya çıxmayıb və çox maraqlıdır ki, Müşfiq Ötkün 21-ci əsrdə əsl İslamın nə olduğunu məhz bizə göstərir. Təbii ki, dönər arası. Elvin Xəlili, mənim fikrimcə siz Müşfiq Ötkünlə canlı efirdə bunu müzakirə etsəz daha yaxşı olar. Sizcə də elə yaxşı olmaz. Yenə deyirəm, bu videonu çəkməyim məhz Müşfiq Ötkünlə videoya çıxıb, mənim Müşfiq Ötkündən PR qazanmağım və yaxud da izlənmə qazanmağım deyildi. Mən sadəcə Müşfiq Ötkünün bu videosuna cavab videosu çəkmişəm və bu onun bütün videoları ilə razılaşmadığım anlamına da gəlmir bu arada. Əgər Müşfiq Ötkün nə vaxtsa təklif eləsə, bəli, əlbəttə mən də onunla canlı debatda bu mövzuda çıxış eləməyə hazıram. 2 dənə şey oxuyub, gəlib illərlə əziyyət çəkib elm öyrənən şəxsə durub irad tutursan. Əvvəla mən din, fəlsəfə mövzularını artıq 8-9 ilə yaxındır ki, həvəskar formada araşdırıram və Instagramda 5-6 ilə yaxındır ki, postlar paylaşıram. Amma bunun mövzuya heç bir aidiyyəti yoxdur. Yəni ortada bir mövzu var və Müşfiq Ötkün bir iddia səsləndirir. Mən də qarşı tərəf olaraq bir iddiaya cavab videosu çəkirəm. Yəni mən 2 kitab oxumuşam, yoxsa illərlə özümü elmə həsr eləmişəm. Bunun mövzuya heç bir aidiyyəti yoxdur və fəlsəfədə buna ad hominem xətası deyilir. Yəni bir iddianı kənara qoyub şəxsin kimliyi ilə iddianı qiymətləndirirsən. Bəli, mənim tutaq ki, 2 kitab oxuyub gəlməyim həmin verdiyim iddianı xətalı etməz. Danışarkən insanın oturuşu nə qədər savadlı olmasına və rahat danışmasına dəlalət edir. Əvvəl rahat otur, sonra danış. Yəqin növbəti videolarda divanda uzanıb əlimdə milkshake-lə video çəkərəm. Böyük ehtimal ki, bu şərhi həmin şəxs bir daha yazmaz. Ay gədə, sən elmin nə olduğunu anlamamısan. Özünü də elm adamı kimi göstərmək istəyirsən. Dinin nə olduğunu isə torpağın altında anlayacaqsan. Ay gədə hissəsini ümumiyyətlə fikir bildirmirəm. Mən özümü də elm adamı kimi adlandırmamışam videonun heç bir hissəsində və yaxud da digər videolarımda. İkinci məsələ isə sonda yazır ki, sən torpağın altında anlayacaqsan dinin nə olduğunu. Bu şərhə görə şərhi yazan şəxs ya torpağın altından bu şərhi yazır, yaxud da hələ özü də dinin nə olduğunu anlamır. Get Quran oxu. Dedikləri orada əks olub. Ümumiyyətlə, bu 8-9 illik təcrübəmdən onu bilirəm ki, qarşındakı şəxs get Quran oxu, orada hər şey yazılıb. Elmin açarı Qurandadır. Bu kimi pafoslu cümlələr qurursa, 100% əmin olun ki, həmin şəxsin özü Quran oxumayıb və yaxud da sadəcə ona bu haqda kimlərsə danışıb və kimlərdənsə eşidib. Elm ruhu yoxdur. Heç bir inanca sahib olmayan başçıların yaxın keçmişdə törətdikləri qətliamların şahidiyik. Müşfiq bəy ruhsuz alimlərdə elmdən danışır. Ümumi tarixə baxsaq, əslində baş verən qətliamların, yəni edən liderlərin çoxsu inanclı şəxslər olublar. Hitlerin özü xristian olub, yəqin ki, sosial şəbəkədə Hitleri daha çox ateist kimi qələmə verir inanclılar. Amma Hitler əslində bir inanclı idi və bir xristian idi və kifayət qədər də insan qətlə yetirib. Yəni qətlə yetirilən şəxslərin arasında inancsız və inanclı olması əslində bu da tam olaraq mövzu ilə əlaqəsizdir. Minlərlə müsəlman alimin öz dövründə insanlığa verdiyi fayda. Fakt, Ərdoğanla Türkiyənin inkişafı. Sən həyatda xətivə kimdə bilinəcəksən? Yəqin ki, Ərdoğanla Türkiyənin inkişafını iddia edən yeganə insan ola bilər. Bu şərhi yaxşı ki, türk
blogerlərin, türk video çəkən hansısa bir şəxsin videosunun altına yazmayıb, çünki məndən daha sərt cavab verə bilərdilər yəqin ki. Müşfiq bəyi çox bəyənirik. Əsil alim. Paxıllıq öldürür də bu bəzi adamları. Oxuyun, öyrənin, mütaliə edin. Biraz inkişaf etmək üçün. Paxıllıq deyil, rəqabət aparın. Bu şərhi yazan şəxs ümumiyyətlə hardan mütaliə edirsə, çox təcili şəkildə bu videonun şərhlərinə yazsın, biz həmin şəxsləri oxumayaq. Çünki həmin şəxsləri oxuyub biz də belə fikrə sahib olub belə ifadələşdirəcəyik. Gör kimin özünü bir tutur. Müşfiq Ötkün Dahidi. Buna oxşar kifayət qədər şərh gördüm, ona görə bunu cavablamaq istədim. Sadəcə bu şərhin sahibi niyəsə çıxdı, onun şansına. Ümumiyyətlə, filankəs dahidir, filankəs alimdir. Bu bizim cəmiyyətə lazımlı şəxsdir. Yəni mən bu videonu ona görə çəkmədim ki, ümumiyyətlə Müşfiq Ötkünü qoyaq kənara və Müşfiq Ötkünün heç bir fikri cəmiyyət üçün faydalı deyil. Xeyr, yəni misal üçün İctimai TV-də kişi və qadın mövzusunda çıxış elədiyi mövzu məncə pis deyildi və kifayət qədər də yaxşı izah gətirirdi. Amma bu onun bütün mövzularda yaxşı və yaxud da öncül olacağı anlamına gəlmir. Yəni mənim Müşfiq Ötkünü təhqir etməyim onun bütün külliyən təhqir elədiyim anlamına gəlmir. Və ikinci məsələdə dahi, alim bu sözləri sanki çox şişirdirik. Yəni filankəsin səsi yaxşıdır, səndən yaxşı psixoloq olar və ya filankəs aram-aram danışırsa və bir-iki dənə termin istifadə edirsə, həmin adam dahidir, alimdir. Yəni bunlar kənardan çox gülünc görünür açığı. Təkcə müsəlman alimləri say görüm, başqa dinləri demirəm. Ateistlər neçə faizini təşkil edir? Açığı müsəlman alimləri saysaq əslində o qədər də çox olmayacaq. Yəni bu həmin qardaşa sərf eləməyəcək bu cavabım, amma yenə deyirəm. Birincisi mən niyə müsəlman alimləri saymalıyam? İkincisi bunun da əslində mövzu ilə əlaqəsi yoxdur. Mən müsəlman alim yox deyə bir iddia səsləndirməmişəm. Yəni videonun konteksti belə idi. Dini idrak, elmi idraka təsir edirmi müsbət və ya mənfi formada? Mən mənfi formada olduğunu iddia eləmişəm. Amma bu o demək deyil ki, bir müsəlman alim olmaya bilməz. Mənim iddiam budur ki, yəni bir insanın alimliyi onun müsəlman olub olmaması ilə ölçülmür. Bu qədər sadə. Sən nə danışırsan ağa? Şeytana xidmət edirsən sən. Açığı mən də eləmək istəyərdim, amma təəssüf ki, varlığına inanmıram. Amma bundan əvvəlki videoda iddia elədiyim kimi hansısa bir ateist şeytana inanırsa, bunu məhz həmin şəxsin videosunun altına yaza bilərsən. Dini olmayanın imanı da olmaz. Dahilərin əksəriyyəti Allahın varlığını qəbul edib. Vəssalam. Özünüzə az təsəlli verin. Okey də, çıxaq gedək onda.